Bir dəfə söhbət eləmişdik, yadınıza gəlirsə, misal da çəkmişdim mən ki, bir şey əgər 10 manatlıqdırsa, biri əlim yanında 2 manata satırsa, 2 manat versən ədalətdir. 5 manat versən ehsandır. Bəzi adamlar demişdi ki, məsələn, 10 manata da çıxartsın, 10 manat versin də, bəli, 10 manat versə artıq ehsandır. Bu kəramətdir, bu daha artıqdır. Kəramət ehsandan da artıqdır. Bir var ki, bir adamın haqqını ödəyəsən, bu ədalətdir. Allah Teala bizə əmr edir ki, ədalətlə davranın. Amma bir dənə ehsana da qoyur. Bəs ədalətlə haçan davranaq? Başqasının haqqına girmə. O mənada ədalətli ol ki, başqasının haqqına girmə. Bu ədalətli olmaq aiddir, məsələn, ən əsas idarə rəhbərlərinə, nə bilim, hakimə, qaziyə, filana ki, başqalarının məsələsində hökm verirsənsə, ədalətlə verginə. Yoxsa sən filan kəs düz eləməyib, amma mən olsun keçirəm, kişi sənindir bəyəm keçəsən, başqasının dağı bax. Burada ədalətli olmaq lazımdır. Amma öz şəxsi məsələlərində ədalətdən əlavə səndən bir rəhmət, ehsanat da istəyir ki, nəinki onun haqqını ver, hətta öz haqqından da keçkinən bu ehsan. Amma bir də var ki, öz haqqından da keçirsən onun üçün, hələ onun üçün əlavə bir şey də eləyirsən. Bu kəramətdir. Və kəramət də başlayır, bayaq dedim, 10 manatlıq şeyə ki, 5 verdin, ehsanatdır, 10 versən, kəramətdir. Bir də var ki, hələ pulu verirsən ona, o yetimin ehtiyacı var, satır. Heç onun satdığını da almırsan, pulu verirsən, geçsin, ehtiyacını ödəsin. Bu artıq kəramətin, o get-gedə o qalxıdır, bu əkrəmlikdir artıq.